Salam, hər birinizi xoş gördük. Biz əvvəlki videolarımızda Word proqramında faylı, yəni Word sənədini iki yerə bölüb müqayisəli şəkildə istifadə edə bilirdik. Məsələn, fayl Word səhifəsində görünüş view lent tabından biz bax, split seçəndən sonra faylımızı iki yerə bölürdük, eyni faylı. Və burada artıq ayrı-ayrı formada biz həmin fayldan istifadə edə bilirdik. Yəni faylımızı idarə edirdik. Müqayisəli şəkildə əvvəlki müəyyən hissəsi ilə, müəyyən səhifələrlə bir-birinə biz müqayisə edə bilirdik, işləyə bilirdik. Bəs Excel proqramında nə etmək olar? Buna baxaq. Bir iş kitabımız var. Yenə görünüş lentabına giririk. New document əmrini seçirik. Bundan sonra əmri seçdik. Ekrana belə bir pəncərə gəldi. Birincisini seçdik. OK əmrini veririk. Ekranımız iki yerə bölündü. Burada baxın, ayrı-ayrı səhifələrdə biz müqayisəli şəkildə bu formada biz işləyə bilirik.